Salam dəyərli izləyicilər, sualımıza qeyd edirik ki, Delhi Sultanlığının Məmlüklər sülaləsi və Xələclər sülaləsinə aid olan xüsusiyyətləri yazın. Deməli, 13-cü əsrdə dövlətin idarə edilməsi. Bəli, Məmlüklər başlayır 1206-1290-cı ilə qədər, Xələclər də 1290-dan başlayır. Deməli, A ortaqdır. Uğurlu hərbi əməliyyatlara Cənubi Hindistanın tabe edilməsi Xələclər sülaləsinə aiddir. Əməvilər xilafəti ilə dostluq əlaqələrin yaradılması xeyr, Abbasilər xilafəti ilə də bu heç birinə aid olmaz. Xarəzmşah Cəlləddin ölkə ərazisində sığınacaq verilməsi təbii ki, Məmlüklər sülaləsinə aiddir. Deməli, yəni bu Eltutmuş xan vermişdi. Əmir Teymurla mübarizə aparan bunların heç birinə aid olmaz. Ona görə də bunu da yanlış götürərik. Deməli, burada qalır 1-də D, 2-də B və 3-də A. DBA. Deməli, Y variantında əksini tapmışdır. Digər bir sualda Şirvanşahlar dövləti Dərbəndilər sülaləsinin hakimiyyət dövrünə aid deyil. Xorasan ilk dəfə Səfəvilər dövlətinin birləşdirməsi 1510. Bu düşür Dərbəndilər sülaləsinə. Çünki Dərbəndilər sülaləsi xatırladıq ki, 1382-ci ilə 1538-ci ilə qədər əhatə eləyir. Səfəvi Osmanlı dövlətləri arasında ilk sülh müqaviləsi imzalanması, ilk sülh 1555 Amasya müqaviləsidir. Elə doğru cavabımız B variantıdır. Çünki Şirvanşahlar dövləti artıq 1538-də süqut etmişdi. Ağqoyun dövlətinin süquta uğraması düşür. Əlpər sazişi 1503 düşür. Əlpər sazişi 1500 düşür. Teymurlar Azərbaycan hakimiyyəti son qoyulması 1408 düşür. Deməli elə B variantı uyğun cavab olur. Diqqətiniz üçün təşəkkür və minnətdarlığımızı bildiririk.